kitabxanaya 4500 adda yeni kitab gətirilib. Kitabların yarısı hekayə kitabıdır. Hekayə kitabından 2 dəfə az şeir kitabı var. Geriyə qalan kitablar isə dərsliklərdir. Kitabxanaya neçə dərslik gətirilmişdir? Bax, heç nə vermir. Rəqəm bir dənə cümlətanı rəqəm verir və bunu sən görən kimi donub qalırsan ki, ay Allah, burada görən nədir? Düzdürmü? Amma əsas şərt elə sualın içərisində gizlidir. Ümumi nə qədərdir? 4500-dür, düzdür? Apar o 4500-dür, yaz buradan. Bəli. Hekayə kitablarını tapmaq üçün 4500-ü böləcəyik 2-yə. Sol, yazaq burada hekayə. 4500-ü bölək 2-yə görə neçə eləyir? Böl görüm. Bölüm yaxşı bölüm. Buyur, böl. 45'i yok, 4'ü içinde 2'den. Aha. 2'ni vuracak, 2'ye 4 eləyəcək. 4'dən çıxacaq, 4 eləyəcək. 0. Elə 0. Sonra 5'i 6'a gətirəcək, sonra nə vardı? Nə ayırırdıq? Sonra nə vardı? 5'i bölürdü 2'yə. 5'i bölürdü. Eləyəcək yine 2. Bu da 2. Sonra 6'na 0 gəldi. Niyə? 5'i 2'yə böləndə 2 düşdü. Bəs 2-ni 2'yə vurub 4 eləməyək. 5'dən 4'ü çıxmayaq. Qalıqda 1 qalmasın. Olmasın Südabəm. Axı 22 olmur axı burada. İndi ona 22 görə deyil. Dayan da 22 olmur ki. Gətirdik 22'ni yazdıq. Burada da 1 qalıq qaldı. 0'ı gətirdik, düşürdürük aşağı 10. Onun içində də 2 var axı. Elədi 5. Düzdürmü? Əla. Onu da ondan tam çıxırıq. Qaldı 0. Buranın bir dənə 0'ı qalıb axı. Aparıb burada o 0'ı yazırıq. Deməli olacaq 2250. Hekayə kitabının qiyməti qədəri 2250 eləmiş olacaq. 2250. Bəli. Sonra nə deyir? Sonra deyir ki, hekayə kitabından da 2 dəfə az şeir kitabı var. Aha. Hekayə kitabından da 2 dəfə az şeir. Şeir kitabı, bəli. İndi nə edirik şeir kitabını? Burada şey yazın bir dakika. 225'i, yok 2250'ni. Aha. Orada şey, 2. Ay sağ ol. Ha, buyur böyle. 22'ni, 22'nin için, yok 2'nin içindeki bir defa. Sonra buradan 2 çıkacak. 0, 0. Yani 2 koyacağım. Sonra yine 2'nin içinde 2'ye bir defa yine bir yazacağım. Ay çiftek oldu. Sonra 2'dən o 2'ni də çıxaq. Qalsın 0. Gətiririk 5'i düşürdürük aşağıya. İndi 5'lə işimiz. 5'in içində 2 neçə dəfədir? 2 defa. Aha. Sonra nə edirik? Sonra buradan çıkacaq elə özünü. Niyə? 4 çıxmırıq. 2'ni 2'yə vuranda 4 eləyir. 5'dən də 4'ü çıxarıq. Qalar 1. 0 da gətirərik yanına. Elər 10. 10 da 2'yə böləndə. Bura 5 yaparıq. Ay sol 5 yazarıq. Oldu 1125. 125. 125. Mən də 20. Aferin. Düzdür. Deməli şeirə də aparaq 1125'i yazaq. Şeir 1125. Sonra da nədir? Dərslikdir. Deyir, geridə qalan da dərslikdir.
hekayə ilə şeiri toplayarıq. Ümumi kitabın sayından 4500-dən çıxarıq. Yerdə qalanın da dəstək olduğunu tapmış olarıq. 250 toplayaq şeir kitabı ilə 1125 ilə neçə eləyir? 75. 3375 düzdür. Hekayə ilə şeirin cəmini tapdıq. Bu da eləyir. Dərsliklərini. Yox. 4500-dən də 3375-i çıxarıq. Nə? 4500-dən də şeir və hekayənin cəmini çıxarıq. Yəni 3375-i çıxarıq. Çıxarıq 3375. Burada ay eləyir burada. 1200 yox 1100 ay Diqqətlə. 1130 30. 1125. Bəli, 1125 eləyir. 0-dan 5 çıxanda 5 qaldı. 1 onluq götürmüşdük buradan. Orada qaldı 9. 9-dan 7 çıxanda 2. Burada qalmışdı 4. 4-dən də 3 çıxanda 1. 4-ümüzü parçalamamışdıq. 4-dən də 3 çıxanda 1. 1125. Cavabımız A variantı. İzah aydındır. Evet.